Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Traktor turnir cədvəlinin 5-ci pilləsinə yüksəldi. İndi isə daha ətraflı. Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan vəkil və milli fəal Yılmaz Mehrəlibəylinin dindirmə iclası keçirilib. Bununla bağlı onun yaxınları məlumat yayıb. Məlumata görə, dindirmə Culfa şəhərinin İctimai və İnqilabi Prokurorluğunun 1-ci İstintaq şöbəsində baş tutub. Yılmaz Mehrəlibəyli dindirmə iclasında ictimai rəyi pozmaq ittihamına görə müdafiə çıxış edib, ona qarşı irəli sürülən ittiham edam cəzasına məhkum edilmiş Təbrizli tələbə Ehsan Fəridinin vəziyyəti ilə bağlı paylaşımlarına əsaslanır. Qeyd edək ki, Yılmaz Mehrəlibəyli bundan əvvəl iyulun 21-də həbs edilərək Təbrizin Təhlükəsizlik Təcridxanasının istintaq bölməsinə, bir neçə gün sonra isə Culfa həbsxanasına köçülü və avqustun 3-də 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. İxtisasca vəkil olan Mehrəlibəylinin iş lisenziyası onun insan hüquqları sahəsindəki fəaliyyətinə görə ləğv edilib. İranın Ali Məhkəməsi 4-cü dəfə olaraq evin həbsxanasında saxlanan 3 azərbaycanlı milli fəalların işinə yenidən baxılması barədə müraciəti rədd edib. Bu haqda Arazaman, Ayaz Sevxax və Bagir Hacızadənin vəkili Əsgər Məhəmmədi məlumat yayıb. Bildirilib ki, Ali Məhkəmənin 29-cu şöbəsində hakim Abbasəli Əlizadənin sədrliyi ilə keçirilən iclasda adı çəkilən fəalların işinə yenidən baxılması tələbi rədd edilib və Tehran İslam İnqilab Məhkəməsinin hakimi Əbdülqasim Salavatinin fəalların həbsi barədə verdiyi qərar qüvvədə saxlanılıb. Çıxarılan hökmlərə əsasən Ayaz Sevxax 14 il, Arazaman 13 il və Bagir Hacızadə 13 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2024-cü ilin fevral ayının 5-i və 7-sində həbs olunan fəallar casusluq və milli təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və əlbir olmaqda günahlandırılıblar. Son bir həftə ərzində İranın Yezd əyalətində 750 ədəşi həbs edilib. Bu haqda əyalətin polis rəisi Əhməd Nigəhban bildirib. O, həbs edilən şəxslərin deportasiya olunmaları üçün müvəqqəti düşərgələrə köçürüldüklərini deyib. Qeyd edək ki, İran İsraillə 12 günlük müharibədən sonra Əfqanistanlı qaçqınların deportasiyasını sürətləndirib. Bir müddət əvvəl İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və İmiqrantlarla İşlər Mərkəzinin rəhbəri Nadir Yarəhmədinin verdiyi açıqlamaya görə, cari ilin ilk 6 ay ərzində İranda yaşayan 1 milyon 450 min Əfqanistanlı qaçqın ölkədən qovulub. BMT nümayəndələri qaçqınların kütləvi deportasiyasını pisləyib və Tehrandan miqrantların deportasiyasını dayandırmağı tələb ediblər. Dünya İrandakı edamlara göz yuma bilməz. İslam Respublikası edamlardan qorxu yaratmaq və müxalifəti susturmaq üçün istifadə edir. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir. Birləşmiş Ştatlar azadlıq və ədalət uğrunda mübarizədə İran xalqının yanındadır və bu dəhşətli qanun pozuntularını pisləməyə davam edəcək. Dövlət Departamentinin bəyanatında vurğulanıb. Bildirilib ki, İran hökuməti təkcə noyabr ayında 260 məhbusu edam etsə də, yalnız onların ikisinin kimliyini rəsmi şəkildə açıqlayıb. Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı cari ilin 11 ay ərzində ölkədə 1426 məhbusun edam edildiyini bildirib. Başqa İnsan Hüquqları Təşkilatları isə oktyabr ayının 8-nə kimi 1537 məhkumun dar ağacından asıldığı barədə məlumat yayıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Davam edirik. Ölkədə zəruri məhsulların idxalı ilə məşğul olan bir neçə nəfərin sərvəti ABŞ prezidenti Donald Trumpın sərvətindən bir neçə dəfə çoxdur. Bunu İranın Kənd Təsərrüfatı naziri Əlirza Nuri Qızılca deyib. Onun sözlərinə görə başçılıq etdiyi nazirlik zəruri malları idxal etməyə çalışdığına görə monopolist idxalçılar və şirkətlərin şikayəti ilə üzləşib. Onlar bunu idxalatda paylarının azalmasına görə edirlər deyə Əlirza Nuri Qızılca bildirib. Qeyd edək ki, İran Mərkəzi Bankının məlumatına görə bu ilin dövlət büdcəsində zəruri malların idxalı üçün 11 milyard avro güzəştli valyuta ayrılıb. Sepahın nəzarətin və himayəsi altında olan şirkətlər və idxalatçılar isə həmin məbləğin əhəmiyyətli hissəsinin onlara ixtisas verilməsi üçün hökumətə təzyiq göstərirlər. Bugün İranın Sistan və Bəlucistan əyalətinin Zahidan rayonunun Lar bölgəsində naməlum silahlı şəxslər Sepahın qüds qüvvələrinin olduğu avtomobilə hücum edib. Bu haqda Mehr xəbər agentliyi məlumat yayıb.
bildirilib ki, hücum nəticəsində 3 Sepah üzvü həlak olub. Bəluç fəallarının kampanyasının məlumatına görə hücum nəticəsində Sepahın Lar bölgəsinin əməliyyat komandiri də həlak olub. Hələlik silahlı hücumun məsuliyyətini heç bir qurum öz üzərinə götürməyib. Sepah hücumçuların saxlanılması ilə bağlı əməliyyatların başladığını bildirib. Buraxılışımız davam edir. Azərbaycan mədəniyyətinə xaricdən böyük təhdidlər mövcuddur. Bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Mədəniyyət və Hüquq Müasir Çağırışlar Forumunun açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə cəmiyyətdə hüquqi mədəniyyətin formalaşması çətin və zəruri prosesdir. Bu gün mədəniyyətin qorunmasında hamımız fəal iştirak etməliyik. Bu nazirliyin yaxud mədəniyyət xadimlərinin işi yox, ümumən cəmiyyətin məsələsidir. Milli Məclisin digər sədr müavini Rafael Hüseynov isə çıxışında 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlıların birinci qurultayını xatırladaraq bunu milli kimlik yolunda son dərəcə zəruri təşəbbüs kimi qiymətləndirib. Deputat Müasir Çağırışlar Fonunda ana dilinin qorunması məsələsində də toxunub. Dil və mədəniyyət məsələsində hər kəs səfərbər olmalıdır. Doğrudur, səfərbər termini daha çox hərbi sahəyə aid edilir. Amma məhz dil və mədəniyyət kontekstində də səfərbər olmaq vacibdir. Hazırda Azərbaycan dili və mədəniyyətinə kənar təmaslar çoxdur. Bu mənada indi dilin saflığının qorunması son dərəcə vacibdir və bu böyük mənada elə mədəniyyətin də qorunması deməkdir. Belçika, Niderland və Lüksemburq Xarici İşlər Nazirliklərinin siyasi direktorları Azərbaycana səfər edib. Bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb. O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir. Hikmət Hacıyev iki ölkə arasında münaqişə fəslinin başa çatdığını vurğulayıb. Keçən həftə Azərbaycana əla bir səfərim oldu və bu səfər müdafiə əməkdaşlığımızı daha da gücləndirdi. Tərəfdaşlığımız inkişaf edir və həm ölkələrimizin təhlükəsizliyi, həm də müdafiəsi üçün fayda gətirir. Bunu Böyük Britaniyanın Müdafiə üzrə Dövlət naziri Vernon Coker bildirib. O, Azərbaycan səfəri ilə bağlı öz X hesabında paylaşım edib. Qeyd edək ki, bugün Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord John Alderdice'ın Azərbaycana səfəri başlayıb. Ticarət elçisi 13 dekabrədək Azərbaycanda səfərdə olacaq bir sıra görüşlər keçirəcək. Qeyd edək ki, bu Lord John Alderdice'ın ticarət elçisi kimi Azərbaycana ilk rəsmi səfəridir. Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək və bu proses gələn ilin birinci rübündə baş tuta bilər. Bunu ölkə parlamentinin spikeri Aliyen Simonyan brifinqdə deyib. Biz və Azərbaycan tərəfi bəzi məsələlərdə tələsirik, lakin proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə sərhədin bir hissəsini də demarkasiya edəcəyik, deyə o bildirib. Aliyen Simonyan söhbətin sərhədin hansı hissəsindən getdiyini dəqiqləşdirməyib. Ermənistan parlamentinin sədri Aliyen Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda 3+3 formatında keçiriləcək görüşdə iştirakının mümkünlüyünü istisna etməyib. O, Azərbaycanın Bakıda belə bir görüşün keçirilməsi təklifi ilə bağlı mövqeyinə toxunarkən bildirib. Düşünmürəm ki, hər hansı regional format çərçivəsindən çıxmaq düzgün məntiq olardı və mən Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcəyi hər hansı tədbirdə iştirakını istisna etmirəm, deyə erməni spiker qeyd edib. O vurğulayıb ki, əgər hər hansı bir məsələ olarsa, onlar həmin məsələni qaldıracaqlar. Amma iştirak etməmək mənim fikrimcə sadəcə qəbul edilməzdir, deyə Simonyan əlavə edib. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türk dünyasına Xəzər təklifini irəli sürüb. O bildirib ki, Xəzərin Türk dünyasına ayırmasına deyil, birləşdirməsinə nail olmalıyıq. Orta Asiyada istehsal olunacaq bərpa olunan enerji mənbələrindən əldə ediləcək elektrik enerjisinin Xəzərin qərb hissəsinə daşınmasını nəzərdə tutan Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Bayraktar, enerjinin Türkiyə vasitəsilə Avropaya çatdırılmasında Xəzər dənizinin mühüm rol oynayacağını bildirib. Biz bu mövzuda Azərbaycan, Gürcüstan və Bolqarıstan ilə birlikdə çalışırıq. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan da öz aralarında müvafiq razılaşma imzalayıblar. Türkiyə və Qırğızstanın da iştirakı ilə bu əməkdaşlıq daha da məntiqli və güclü olacaq. Bu layihə vasitəsilə regionun potensialını gerçəkləşdirərək istehsal olunan elektrik enerjisini əvvəlcə Türkiyə bazarına, daha sonra isə Avropaya çatdıracağıq. Xəzərin Türk dünyasına ayırmasına deyil, onu birləşdirməsinə nail olmalıyıq, deyə nazir qeyd edib.
Davam edirik. Amerika prezidenti Donald Trump Rusiyaya qarşı sanksiyaların nəinki ləğv etməyə tələsmir, əksinə onları gücləndirir. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib. Bununla belə Lavrov Rusiyanın Trumpın Ukrayna ilə bağlı dialoqa sadiqliyini yüksək qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə Rusiya və Amerika Ukraynadakı münaqişənin həlli üçün səyləri davam etdirmək barədə razılığa gəliblər. Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidenti Donald Trumpın Ukraynada seçki keçirilməsi ilə bağlı çağırışına cavab verib. Zelenski bu barədə Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüş zamanı jurnalistlərin suallarına cavablandırarkən danışıb. Ukrayna prezidenti seçkilərin keçirilməsinə hər zaman hazır olduğunu deyib. Mən həmişə seçkilərə hazıram, o bildirib. İdman xəbəri ilə davam edirik. İran Premyer Liqasının oyunlarının 13-cü həftəsinin oyunları çərçivəsində Təbrizin Traktor komandası ilə İsfahanın Zobahən komandasının qarşılaşması olub. Qarşılaşma ötən gün axşam saatlarında İsfahan şəhərinin Fuladşəhər stadionunda baş tutub. Gərgin şəraitdə keçirilən oyunda qapılardan top keçməyib və qarşılaşma 0-0 hesabı ilə başa çatıb. Bununla da Təbriz təmsilçisi 12 oyun 18 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Oyun zamanı İsfahanlı azərkeşlər traktor oyunlarına komandanın meneceri Xudadad Əziziyə qarşı təhqiramiz şüarlar səsləndiriblər. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.